Mehdi, salam. Salam. Mehdi, imtahan nə vaxtdır sənin? 27 aprel. Mehdi, imtahana gedəndə nə aparmaq lazımdır? İmtahana gedəndə şəxsiyyət vəsiqəsini, imtahana buraxılış vəsiqəsini. Bəs yaxşı, imtahan buraxılış vərəqəsi apardıq. Vəsiqədə şəkil olmayan 9-cu şagirdlər necə eləsin? Mənim elə özümdə də şəxsiyyət vəsiqənin şəkli yoxdur. Məktəb xüsusi sənəd verir ki, bəs bu şagird bizim məktəbimizdə oxuyur. Şəkillər verir. Yaxşı, Mehdi, sən hansı məktəb oxuyurdun? 9 nömrə. Xırdalan şəhər 9-cu müəllimlikdə. Mehdi, sənin imtahana gedən şagirdlərə tövsiyen nə ola bilər? Mənim tövsiyəm odur ki, özümün də elədiyim şeylər. Birincisi, imtahandan bir gün əvvəl stresi yox etmək lazımdır. Çünki imtahana başlayan vaxtı bütün stres yox olur, bütün fikriniz imtahanda olur. Ona görə də ki, stresi görə narahat olmasınlar, gecə rahat yata bilsinlər. Mən bir də ki, imtahana rahat geyinsinlər, paltarlarını və yaxud imtahana lazım olan bütün vərəqləri hamısını bir yerə qoysunlar ki, sabah səhər dönəndə stresli olub, imtahana çatışmaq stresini yaşamasın. Axtarmasın ki, vərəqi hara qoymuşdun? Paltarlar da ki, rahat olsun. Yəni, onsuz da hava istidir, qısa qol geyinmək daha yaxşıdır. Yaxşı, Mehdi, sən özünə nə qədər ümumi bal gözləyirsən? Mən ümumi olaraq hər fəndən deməsəm də 260-ı keçəcəm. 260, mən əslində səndən 90 plus gözləyirəm, yəni hər birindən. Ümid edək ki, 270 baldan yuxarı toplayarsan və nəticəm çıxanda da səni paylaşacağam. Mən də sənin timsalında 27 apreldə imtahan verəcək 9 şagirdlərinə uğur arzu edirəm. Ümid edirəm ki, hər kəs istədiyi nəticəni toplayar. Uğurlar sənə bir daha.